Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Abdullah gözəl insandır. Ancaq gecə namazlarını qılsaydı, daha gözəl insan olardı. O da Abdullah da cavan olur, məsciddə yatır elə. Deyir, vallahi Peyğəmbər sallallahu aleyhi ve sellem bu sözündən sonra Abdullah ölənə qədər bir gecə olsun belə tərk eləmədən gecənin çox az bir hissəsini yatırdı. Qalan namazda keçirdirdi. خالدين فيها أبدا رضي الله عنهم ورضوا عنه رضي الله عنهم ورضوا عنه ذلك الفوز العظيم بسم الله والصلاة والسلام على رسول الله وعلى آله وصحبه ومن والاه رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Əziz qardaşlarım, ilk olaraq özümə və sizə Allahdan qorxmağı tövsiyə edirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bilin ki, heç biriniz cənnətə öz əməli ilə girməyəcəkdir. Hər kəs cənnətə Allahın rəhməti ilə girəcək. Çünki insan ömrü boyu Rəbbinə ibadət eləsə, yeməsə, içməsə, yatmasa, dincəlməsə, ancaq ibadət eləsə, heç Allahın ona verdiyi nemətlərin şükrünü ödəyə bilməz. Yəni, onun etdiyi ibadətlərin müqabilində heç şükrü ödəyə bilməz. Ona görə insanın etdiyi əməllər onun cənnəti qazanması üçün kifayət eləmir. Ona görə də insanlar cənnətə ancaq və ancaq Allahın rəhməti ilə girəcək. Bizim boynumuza düşən isə nədir? Biz müsəlmanlar Allahın rəhmətini qazanmağa çalışmalıyıq. O da necə olur? Allahı tanımaq, ona iman gətirmək, onun buyurduqlarını yerinə yetirmək və onun qadağan elədiyi şeylərdən çəkinmək. Biz Allahın buyurduqlarını yerinə yetirsək, biz Allahın haram elədiyi şeylərdən uzaq dursaq, biz o zaman Allahın rəhmətini qazana bilərik. Və biz Allahın rəhməti sayəsində cənnətə girə bilərik. Və insan da Allahın rəhmətini günahlardan çəkinməklə, Rəbbinə ibadət eləməklə və ibadətlərində davamlı qalmaqla, yəni etdiyi ibadətləri davamlı olaraq etməklə Allahın rizasını qazana bilir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allaha ən sevimli əməl davamlı olaraq edilən əməldir. Ona görə müsəlman çalışmalıdır ki, nə əməl eləyirsə, onu davamlı olaraq eləsin. Az eləsin, ancaq davamlı olaraq eləsin. Peyğəmbər sallallahu aleyhi və səlləmin özünün də tutduğu yol bu idi. Bir əməl edirsə, onu davamlı olaraq edirdi. Və biz ona görə ibadət ediriksə, bugün çox ibadət eləyib, sabah ibadət eləməyək olmasın. Nisbətən az olsun, ancaq davamlı olsun. Görürsən ki, insanların çoxu, müsəlmanların çoxu Ramazan ayında ibadətlərini gücləşdirirdilər. Oruc, namaz, zəkat, hər bir şey yerindədir, ümrə və s. Gecələri namazda keçirmək, sədəqə vermək və s. Görürsən, Ramazan bitəndən sonra insanlar başlayırlar zəifləməyə. Müsəlmanların çoxu başlayırlar zəifləməyə. Ancaq müsəlman nə etməlidir? Ramazanda ibadət etdiyi kimi başqa aylarda da ibadət eləməlidir. Əksinə artırmalıdır. Əksinə ibadətlərini daha da artırmalıdır. Birinci sabit qalmalıdır və sonra isə daha da artırmalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləmin dediyi kimi bu Allaha olan ən sevimli əməldir. Yəni ona görə insan Allahın rəhmətini qazanmaq istəyirsə, etdiyi ibadətləri davamlı olaraq eləsin. Səhlənkarlıq göstərməsin, qırılmasın. Görürsən, müsəlmanlar var ki, Ramazanda maşallah Quranı xətm eləyirlər bir dəfə, iki dəfə və s. Ramazan bitdikdən sonra Quran oxumaq da bitir. Hansı ki, o bir ayın Rəbbi, 11 ayın da Rəbbidir.
Yəni əslində ibadət baxımından fərq yoxdur. Müsəlman ibadətlərində sabit qalmalıdır. Müsəlman əməl etdikdə davamlı olaraq eləməlidir. Və bu da qeyd elədiyimiz kimi Allaha ən sevimli əməllərdəndir. Fatimə radiyallahu anhanın əlində yaralar olur, əziyyət çəkir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir və ondan xadimə verməsini istəyir. Ki, Fatimə radiyallahu anhaya xadimə versin ki, ona kömək eləsin. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ey Fatimə, istəyirsənmi sənə elə bir şey öyrədim ki, sizə xadimədən daha xeyirli olsun. Yəni, sizin xadiməmiz olsa, yediyinizdən ona yedizdirsəz, içdiyinizdən ona içizdirsəz, geyindiyinizdən ona geyindirsəz, yəni ona necə lazımdır baxsaz, ondan daha çox savab qazanarsınız. Fatimə və onun həyat yoldaşı Əli radiyallahu anhu buyurur ki, öyrət ya Rasulullah. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yatağınıza girdikdə 33 dəfə Subhanallah, 33 dəfə Elhamdülillah, 34 dəfə Allahu Akbar deyin. Bu sizin üçün xadimədən daha xeyirlidir. Bunu öyrədir. Görün Əli radiyallahu anhu nə deyir? Buyurur ki, vallahi Peyğəmbər sallallahu aleyhi və səlləm bunu mənə öyrətdikdən sonra bir gün, bir gecə də olsun mən bu zikri tərk eləmədim. Hətta şiddətli Sıffeyn döyüşü günü gecənin əvvəli yadımdan çıxmışdı. Axırında deyir, gecənin axırında yadıma düşdü. Və mən bu deyir zikri elədim. Onda belə tərk eləmədim. Ona görə onlar nə idi? Allahın rəhmətini qazanan şəxslər idi. Ömər radiyallahu anh'ın özü yaşlı olur. Ancaq ölənə qədər bir gündən bir orucu tərk eləmir. Ölənə qədər. Öldüyü ana qədər o gün aşırı orucu tərk eləmir. Və yaxud da Osman radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin 2 qızı ilə evlənmiş 2 nur sahibi Osman radiyallahu anhu dünyada o fəzilətə, dünya yaranandan dünya sonuna qədər onun o çatdığı fəzilətə ikinci bir insan çatmayıb. Heç bir insan yer üzündə dünya yaranandan dünyanın sonuna qədər peyğəmbərlərin, hər bir peyğəmbər aiddir, 2 qızı ilə birdən, yəni 2 qızını almayıb. Bir dənə Osman radiyallahu anh dünyada o fəzilətə çatıb. Osman radiyallahu anh Qurana bağlı insan idi. Və onu öldürdükdə, şəhid elədikdə də əlində Quran olur, Quran oxuyur. Təsəvvür edirsiniz? O cürə onlar etdiyi əməlləri davamlı olaraq edirdilər. Və yaxud da Talha radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləm onu tərifləyir. Talha radiyallahu anhu ölənə qədər orucu tərk eləmir. Hətta onun orucunu vəsf eləyənlər deyirlər ki, o elə oruç tuturdu ki, elə bir Ramazan və Qurban bayramından başqa elə bir günlərdə oruç tutardı. Yəni o cür oruç tutardı. Yəni bütün günü tutmazdı ya, amma o cür o qədər oruca bağlı olur ki, ölənə qədər. Yəni onun orucunu o cürə vəsf eləyirlər. Və yaxud da Abdullah ibn Ömər Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə ən güclü bağlanan səhabələrdən bəlkə də birincisi idi. Dəhşətli dərəcədə Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə bağlı olur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, nə gözəl quldur Abdullah. Abdullah da uşaq olur. Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözündən sonra o Allaha sevimli olsun deyinə İbn Ömər ancaq səfər, yəni şiddətli, çətin səfərlərdə orucu tərk elərdi. Qalan səfərdə də, yəni yüngül səfərlərdə də orucunu tutardı və ölənə qədər gün aşırı orucu tərk eləmədi. O cür olub. Əbu Umamə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləm qoşunu düzür
Əbu Umamə deyir, Peyğəmbər sallallahu yanından keçəndə Əbu Umamə qayıdır deyir ki, ya Rasulullah, dua elə mən bu döyüşdə şəhid olum. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allahım, onları salamat qaytar və qənimətlə birlikdə qaytar. Bu sözü deyəndən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm bu duanı eləyəndən sonra Əbu Umamə deyir ki, ya Rasulullah, dua elə şəhid olum. Peyğəmbər sallallahu aleyhi və səlləm qayıdır deyir ki, Allahım, onları salamat və qənimətlə qaytar. Əbu Umamə deyir ki, ya Rasulullah, dua elə şəhid olum. Deyir, Allahım, onları salamat və qənimətlə qaytar. Və döyüşə gedirlər. Əbu Umamə döyüşdə şəhid olmur. Geri qayıdır. Qayıdandan sonra Peyğəmbər sallallahu aleyhi və səlləmə qayıdır, deyir ki, ya Rasulullah, mən 3 dəfə səndən şəhid olmağımı istədim ki, dua eləsən mən şəhid olum. Və 3 dəfə də sən dua elədin ki, salamat qaytar və qənimətlə qaytar. Mən axı cənnəti istəyirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm ona buyurur ki, onda oruç tut. Bil ki, orucun tayı bərabəri yoxdur. Onun misli yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözü deyəndən sonra Əbu Umamə oruca bağlanır. Hətta onun orucunu vəsf eləyənlər deyirlər ki, Əbu Umamənin evinə qonaq gəldikdə onun evindən tüstü çıxardı. Yəni, yemək bişərdi. Və qonaq olmadıqda onun evindən tüstü çıxmazdı. Hətta deyir, o dərəcədə olur ki, onun evində tüstü, onun evindən, yəni bacasından tüstü çıxanda biz bilirdik ki, Əbu Umamənin qonağı var. Yoxsa onun evində ocaq qalanmazdı. Yəni, o cürə oruca bağlı olardılar. Və yaxud da Peyğəmbər sallallahu aleyhi və səlləmin yoldaşı Hafsa fitnə olur. Peyğəmbər sallallahu aleyhi və səlləm hirslənir və Hafsanı boşamaq istəyir. Fikir verin hədisə. Cəbrail əleyhissalam gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, Hafsanı qaytar. Çünki o ibadətlərində güclü və daimi oruç tutan insandır. Fikir verin. İbadətlərində güclü və daimi oruç tutan insandır. O sənin cənnətdəki həyat yoldaşındır. İbadət etdiyinə görə, davamlı oruç tutduğuna görə Cəbrail əleyhissalam gəlir. Təbii ki, Allahın əmri ilə gəlir və Peyğəmbər sallallahu aleyhi və səlləm əmr eləyir ki, Hafsanı qaytar. Ona şəhadət verir Cəbrail əleyhissalam. Şəhadətli eləyir. Nəyə görə? Güclü ibadət və orucuna görə. Və Nəfiyə buyurur ki, Hafsa ölənə qədər orucu tərk eləmədi. Bu bir misal idi. Və yaxud da bunu həmişə qeyd eləyirik. Muhammed Fatih Konstantinopla, indiki İstanbula ordunu hücuma hazırlayır. Və bilirsiniz ki, dəfələrlə hücum olunub və oranı müsəlmanlar ala bilməyiblər. Sahabələrin vaxtında Əbu Ayyub el-Ansari də hücum eləyir. Və ondan sonra Misirdən də hücum olur ora bir müddət sonra. Ala bilmirlər. Yəni, müsəlmanlar oranı ala bilmirlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də oranı alınması barədə, o qoşun barədə fəzilətli hədislər deyib. Və Muhammed Fatih də qayıdır deyir ki, əgər Allah Taala bizə bu əzəmətli fəthi nəsib eləsə, fəth namazı qılarıq. Amma fəth namazında elə bir insanı imam qoyarıq ki, ağlı kəsdiyi gündən fərz namazlarını, xüsusən də sübh namazını yalnız və yalnız məsciddə cəmaatla bir yerdə qılıb. Sübh namazlarını yalnız və yalnız məsciddə cəmaatla bir yerdə qılıb. Və elə olur ki, Allah Taala əzəmətli fəthi bunlara nəsib eləyir. Konstantinopol alınır. Ondan sonra fəth namazı qılınmalıdır. Muhammed Fatih məşvərət eləyir. Deyir ki, bəs namazı qılaq. Ordunun içində belə bir insan kim varsa çıxsın bizə namazı qıldırsın. Heç kəs çıxmır. Ondan sonra təyin edilmiş adamlara deyir ki, gedin imamların
məscid imamlarına baxın. Görün kim varsa bu fəzilətə nail olan gəlsin bizə fəth namazını qıldırsın. Gəlib deyirlər ki, elə adam yoxdur. Deyir ki, onda gedin qazilərin arasında axtarın. Gəlib deyirlər ki, yoxdur elə adam. Deyir, onda gedin sıravi müsəlmanlardan sorğu-sual eləyin. Gəlirlər ki, yoxdur elə bir adam. Ağlı kəsdiyi gündən sübh namazlarını ancaq cəmaatla bir yerdə qılsın. Ondan sonra Muhammed Fəthi özü keçir qabağı və cəmaata fəth namazını qıldırır, şükür namazını qıldırır. Namazı qılandan sonra üzünü çöndərir, deyir ki, bu Allahla mənim aramda olan sir idi. Əgər bu şərti qoymasaydıq, mən qabağa keçməyəcəkdim. Allah şahiddir ki, ağlım kəsdiyi gündən fəcr namazlarını yalnız və yalnız məsciddə cəmaatla bir yerdə qılmışam. Allah Teala da onu o əzəmətli fəthi nəsib edir. Fikir verirsiniz? Abdullah ibn Ömər radiyallahu anhu deyir, cavan idim, məsciddə yatırdım. Və kim yuxu görürdüsə, gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmə deyərdi və Peyğəmbər sallallahu aleyhi və səlləm onların yuxularını yozardı. Mən də çox istəyirdim ki, yuxu görüm və Peyğəmbər sallallahu aleyhi və səlləm də mənim yuxumu yozsun. Buyurur ki, bir gün yatmışdım, məni gəlib 2 mələk apardı və mənə cəhənnəmi göstərdilər. Buyurur ki, ora artizan quyusuna bənziyirdi. Yəni, yuxarısı artizan quyusuna bənziyirdi və yuxarısı yumru idi və 2 tərəfindən də elə bir ki, tutacaqları var idi. Mən deyir, əyilib ora baxanda tanıdığım şəxsləri gördüm. Orada gördüm ki, tanıdığım şəxslər var. Və qorxdum, dala çəkildim, qışqırmağa başladım ki, cəhənnəmdən Allaha sığınıram. Cəhənnəmdən Allaha sığınıram. Cəhənnəmdən Allaha sığınıram. Və belə deyə-deyə mələk məni vurdu. Belimə vurub dedi ki, sən ora düşməyəcəksən. Və mən qəflətən yuxudan ayıldım. Gəldim yuxunu bacım Hafsaya danışdım ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə desin, Peyğəmbər sallallahu aleyhi və səlləm mənim yuxumu yozsun. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Abdullah gözəl insandır. Ancaq gecə namazlarını qılsaydı, daha gözəl insan olardı. O da Abdullah da cavan olur, məsciddə yatır elə. Deyir, vallahi, Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözündən sonra nəf edir. Yəni, ondan ən çox hədis rəvayət eləyən, həmçinin də onun xadimi olur. Nəf edir. Deyir, vallahi, Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözündən sonra Abdullah ölənə qədər bir gecə olsun belə tərk eləmədən gecənin çox az bir hissəsini yatırdı. Qalan namazda keçirdirdi. Fikir verirsiniz? Tərk eləmir. Onlar ona görə, niyə görə? Allahın rəhmətini qazanmağa çalışırdılar. Bayaq dediyimiz kimi Allahın rəhmətini qazananlar nə olacaq? Cənnətə girəcəklər. İnsanlar cənnətə ancaq və ancaq Allahın rəhməti ilə girəcək. Ona görə insandan tələb olunan nədir? Va'bud rabbəkə həttə yətiyəkəl yəqin. Ölüm gələnə qədər Rəbbivə ibadət elə. Rəbb ibadəti də necə elə? Getdikcə arxaya getmə, azaltma, əksinə çoxalt. Etdiyin ibadətlərdə birinci sabit qal. Ondan sonra da daimi olaraq ibadətləri neynə? Çoxaltmağa çalış. Siyar Ələm Nübələ kitabında İmam Zəhəbi buyurur ki, şərəfli alimlərin həyatı kitabında İmam Zəhəbi buyurur ki, neçə dənə alimin adın sayılır ki, onlara gəlib yaxınlaşıb desəydin ki, sabah ölüsən, əməlivi artır, vallahi deyir, tapa bilməzdilər ki, artırsınlar. Nəsə əlavə eləsinlər, tapa bilməzdilər. Görün necə Rəblərinə ibadət edirdilər. Niyə görə? Onlar Allahın rəhmətini qazanmaq istəyən şəxslər idi. Ona görə. İndi biz də Allahın rəhmətini qazanmaq istəyən şəxsləri bizə baxın. Ona görə hər kəs ibrət götürməlidir. İbadətlərində sabit qalıb, əksinə ibadətlərini daha da artırmalıdır. Daha da artırmalıdır. Və biz buna
bəzi səbəblər vasitəsilə çata bilərik. Biz bildik ki, insanlar Allahın rəhməti ilə cənnətə girəcək və həmçinin Allaha layiqincə ibadət eləyib, ibadətlərimizdə sabit qalıb artırmalıyıq. Ancaq buna necə nail ola bilərik? Bunun üçün insan özünü hesaba çəkməlidir. İnsan özünün etdiyi əməllərini oturub qabağına qoyub fikirləşməlidir. İnsan özünü hesaba çəkməsə, insan özündə naqisliklərini görməsə, özünü düzəldə bilməz. Şeytan həmişə səni yaxşı insan, özünü yaxşı insan kimi göstərəcək. Ta özün oturub öz əməllərini qoyub, özünü hesaba çəkməyincəyə qədər. Allah Teala Quran-ı Kərimdə nə buyurur? Buyurur: "Ya eyyuhellezine amenu ittaqullah ve tanzur nefsun ma qaddamat liğadi. Vettaqullah innallaha xabirun bima ta'malun." Deyir ki, ey iman gətirənlər, Allahdan qorxun. Sabahınız üçün nə etdiyinizə baxın. Yəni insan birinci iman gətirmirsən, Allah Teala xitabı sənə eləyib. Allahdan qorx. Allahdan qorx əməllərini, Allahdan qorxu nəyə görə deyir? Əməllərini gözünün qabağına gətir. Allahdan qorx, kiminsə haqqına girmisənsə, ödə. Allahdan qorx, ibadətlərin zəifdirsə, o ibadətləri qaldır. Allahdan qorx, dünən yaxşı idin, bugün zəifsənsə, ibrət çıxart, ibadətlərin üzərində işlət, qabağı get. Nə Allah Teala nə deyir? Vattaqullah vel tanzur nefsun ma qaddamat liğadi. Düşün ki, sən sabahı üçün nə etmisən? Bu gün əməl var, hesab yoxdur. Sabahda hesab var, əməl yoxdur. Ona görə nədir? İnsanlar qiyamət günü bu dünyaya gəlməyə arzulayacaqlar. Nəyə görə? Əməl etsinlər deyinə görə. Əməl etsinlər. Allah Teala Quran-ı Kərimdə o gün deyir, insan deyir, barmaqlarını çiynəyəcək. İnsanın başına bir müsibət gələndə, peşman olanda barmağını qoyur, dişləyir, ağzına qoyub dişləyir. Ancaq insan qiyamət günü barmaqlarını çiynəyəcək peşmançılıqdan. Niyə bu dünyaya qayıdıb əməl etsin deyinə? İnsan o gün nə edəcək? Ya leytəni kuntu turabə, torpaq olub olmağı arzulayacaq. O da nəyə görə? Görəcək ki, Allah Taala'nın ədalətindən buynuzlu heyvan bu dünyada buynuzsuz heyvanı vurub öldürübsə, Allah Teala qiyamət günü buynuzsuz heyvana buynuz verəcək ki, buynuzlu bu dünyada olan buynuzlu heyvandan intiqamını alsın. Allahın ədalətidir. Və onlar biri-birindən intiqam alandan sonra Allah Teala onları nə edəcək? Torpağa döndərəcək. Ona görə kafirlər də bunu görüb nə torpaq olmağı arzulayacaqlar. O günlərin deyəcəklər ki, kaş biz də heyvan kimi olardıq. Allah Teala bizi torpağa döndərdi, yox olub gələrdi. O günə düşmək lazım deyil. Allah Teala bu günlərim sənə bu fürsəti verib. Ona görə nədir? İnsan istifadə eləməlidir. Vəl tanzur nəfsun mə qaddəmət liğadi. Sabahı üçün nə elədiyinə baxmalıdır. Otur, düşün. Hər gün yatanda, balışa başını qoyanda düşün ki, mən bugün Allah üçün nə elədim? Və mən nə eləyə bilərəm ki, bu əməlimi daha da artırım? Fikir verin, Allah Teala deyir, sabahı üçün nə etdiyinə baxsın. Və buyurmuşdu ki, ey iman gətirən, Allahdan qorxun, sabahı üçün hər kəs sabahı üçün nə etdiyinə baxsın. Təzdən buyurur, vattaqullah. Bir ayda 2 dəfə. Allahdan qorxun. İnnallaha xabirun bimə ta'malun. Allah Teala sizin etdiyiniz hər bir əməldən nədir? Xəbərdardır. Ayənin mənasına baxın. Xəbərdə heç bir şey ondan gizli qalmayacaq. O günlərim sən danışmayacaqsan. O günlərim sənin əzaların danışacaq. İnsan əzalarını qırınlayacaq ki, niyə mənim əleyhimə şahidlik verdiniz? Onlar nə deyəcək? Deyir, qalu antaqanallah əlləzi antaqa kullə şey. Allah, hər şeyi danışdıran Allah bizi danışdırdı. Yəni biz öz ixtiyarınla sənin əleyhimə şahidlik vermədi ey insan. Hər şeyi danışdıran Allah Teala bizi danışdırdı. Ona görə peşman olmamaq üçün sən bu dünyada artıq nə eləməlisən? Əməl eləməlisən. Özünü hesaba çəksən, düşünərsən. Amma insan özünü hesaba çəkməyəndə özündə xətaları görmür. Elə deyir ki, mən yaxşı oğlanam, məndən yaxşısı yoxdur. Yox, sən özünü hesaba çək. Sən özünü Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri ilə bir tərəziyə qoy. Onların etdiyi əməllərə bax, sənin etdiyin əmələ bax. Alimlərlə,
ibrətli müsəlmanlarla, hansı ki bizə qudvədirlər, nümunədirlər, onlarla sən özünü müqayisə elə, görəcəksən ki, sənin əməlin heç nədir. Onlara oxşamağa çalış. Onlara oxşamağa çalış. Həmçinin Ömər radiyallahu anh nə buyurur? Deyir ki, hesaba çəkilməzdən əvvəl özünüzü hesaba çəkin. Əməlləriniz çəkilmədən əvvəl siz öz əməllərinizi hesaba çəkin. Allaha təqdim olunacaq əməlləriniz üçün əməllərinizi bəziyin. Allah dərgahına əməlləriniz gedəndə qiyamət günü bəzənmiş halda çıxsın, gözəl halda çıxsın. Sənə fayda verəcək odur. Sənə qalan odur. Həmçinin Meymun İbn Mehran rahimehullah buyurur ki, insan öz nəfsini elə hesaba çəkməlidir ki, necə ki güclü tacir öz şərikini hesaba çəkir. Ondan daha güclü öz nəfsini hesaba çəkməlidir. Sən malın üçün şərikin neyinisən? Dəqiqliyi ilə hesaba aparırsan ki, birdən o nəsə eləyər, orada cüzü nəsə aldadar, neyniyər? Sən ondan güclü özünü hesaba çəkməlisən. Çünki sənə qalan budur, bu olacaq. Əbu Bakır radiyallahu anhu xəlifə olduğu dövrdə bir kör qadın var idi. Əbu Bakır xəlifədir, gəlirdi, onun evini təmizləyirdi, onun altını belə təmizləyirdi, ona yemək bişirirdi, evini süpürürdü və çıxıb gedirdi. Heç kəs də bilmirdi. Və Əbu Bakrın hər dəfə o evə getdiyini görən Ömər radiyallahu anh bir gün onu izləyir. Bir gün onu izləyir. Əbu Bakır çıxandan sonra Ömər radiyallahu anh təəccüblənir ki, bu kimdir də? Əbu Bakır həmişə gəlir bu evə girir, sonra bağlayır, çıxır gedir. Gəlir, girir evə. Gəlir, girir evə, görür ki, bir dənə kör qadın oturub. Yaşlı kör qadın oturub. Deyir, sənin yanına o gələn insan ne üçün gəlir? Deyir, vallahi mən onun kim olduğunu bilmirəm, tanımıram. Gəlir, deyir, mənə yemək pişirir, evimi təmizləyir, paltarlarımı yuyur, altımı təmizləyir, çıxıb gedir. Allah ondan razı olsun. Tanımıram. Ömər radiyallahu anh da dəhşətə gəlir. Deyir ki, ey Əbu Bakır, deyir, sən özündən sonra gələcək xəlifələri yordun. Yəni, yordun ki, kimsə gəlib sənə çata bilməyəcək. Elə əməlləri eləysən ki, yordun özündən sonra gələn xəlifələri. Ona görə insan nə etməlidir? Özünü hesaba çəkməlidir. Özünü hesaba çəkəndə artıq nədir? Özünün gözündə olan kötüyü görməyə başlayır. Amma insan özünün hesaba çəkməyəndə başqasında çöpü görür, özünün gözündə olan kötüyü görmür. Ona görə insan özünü hesaba çəkməlidir. Həmçinin ibadətlərdə sabit qalıb davamlı olmaq üçün insan əməl etdiyi kimi əməldən çox əməlin qəbul olunmasını düşünməlidir. Necə ki, Əli radiyallahu anh buyurur, əməli yox, əməlin qəbul olması haqqında düşünün. Yəni, əməl rahatdır eləmək. Amma sən düşün ki, Allah Taala o əməli səndən qəbul eləyəcək, yoxsa yox. Onun üçün nə etməlisən? Allah və Rasulunun buyurduğu kimi eləməlisən ki, Allah Taala o əməli səndən qəbul eləsin. O da çətindir. Necə çətindir? Təmiz, xalis insanlar üçün asandır. Ancaq insanın qəlbində Allah qorxusu yoxdursa, insanın qəlbində ikiyüzlülük varsa, əməli insanlar üçün eləyirsə, o cürə insanlar üçün çətindir. Amma müsəlman Allah üçün əməl eləyən üçün əslində hasanddır və nə etməlidir? Davamlı olaraq eləməlidir. İbn Qayyim nə deyir? Deyir ki, əməl ilə qəlb arasında məsafə var. Məsafə. O məsafədə də oğrular var. Oğrular. Buyurur ki, oğrular və yol kəsənlər var. Əməllərin qəlbə getməsinə mane olurlar. O da nədir? İxlasdır. Sən əməl eləyirsən, şeytan çalışır ki, sənin o əməlində ixlas olmasın. Niyə görə? Allah Taala nə buyurur? İnnəmə yətəqəbbəlullah minəl muttaqin. Allah Taala müttəqilərdən qəbul edir. Sən namaz qılırsan, amma ola bilər sən namazı insanlar görsün deyənə bəziysən. Burada nədir? Artıq
qəlbə gedəndə oğrular nə etdilər? Sən o əməli oğramağa başladılar. İxlasla əməl arasında bağ qırılır. İnsan nə etməlidir? Çalışmalıdır ki, əməl etdiyindən daha çox əməlin qəbul olmasını düşünsün. Onda artıq nə edəcək? O əməl etdikdə xətalara yol verməyəcək. Məsəl üçün, orucdur. Sən düşün, orucu tutursan, ac qalırsan. Yəni, insanlar var ki, minlərlə insan, milyonlarla insan ac qalır gün ərzində. Sən də onlardan birisən. Səninlə onların fərqi nədir? Səndə onların fərqində niyyətdir. Sən Allah üçün bu əməli eləyib müəyyən şeyləri tərk edirsən. Amma onlar isə adi ac qalırlar. Sən əgər niyyətində xələl olsa, sən Allah üçün bunu eləməsən, onlarla heç bir fərqin yoxdur. Ona görə sən elə əməl eləməlisən ki, qəbul olsun. O qəbul da nədir? Əsas ixlas və Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiyi kimi etməlisən. Ki, həmin o əməlinlə ixlas arasında bağ qopmasın. Təbiinlər var idi ki, daha çox əməl edirdilər. Hətta xavariclər olur ki, sahabələr vəsf edirlər ki, biz Nəhravan döyüşü günü onların gözlərinin, Nəhravan o xavariclərlə döyüş olmur. Əli radiyallahu anhla xavariclər arasında döyüş olur. Əli radiyallahu anh tərəfində olan sahabələrdən təbiinləri onlara vəsf edir ki, elə xavariclər arasında elə insanlar var idi ki, onların gözlərinin altından ağlamaqdan izlər düşmüşdü. O qədər səcdə edirdilər ki, alınları nə idi? Səcdə izi var idi. Sahabələrin Quran oxumanı bəyənmirdilər. Amma nədir? Ox yayından çıxdığı kimi dindən çıxmışdılar. Necə ki, sahabə deyir bunu. Yəni, hədisə əsasən deyir. Həmin o təbiinlər nə deyir? Deyir ki, sahabəyə buyurur ki, xavariclər yox, sahabələr. Buyurur ki, biz axı sizdən daha çox əməl eləyirik. Niyə görə siz bizi ötdünüz? Sahabələrə deyir. Deyir ki, biz əmələ görə yox, qəlbimizdə olana görə ötdük. O da nədir? İxlas. Qəlbimizdə olana görə ötdük. Yəni, ona görə insan əməl qədər, əməldən çox o əməlin qəbul olunmasını düşünməlidir. O da nədir? Sən əgər əməlin qəbul olunmağını istəyirsənsə, nəfsinin istəklərinə də yox deməlisən. Nəfsinin istəklərini də yox deməlisən ki, nədir? Ona çatasan. Həmçinin səbəblərdən də biri odur ki, insan günahlardan çəkinməlidir. Xəta olacaq, günah olacaq. Çünki Allah Teala heç bir insanı kamil yaratmayıb. Peyğəmbər sallallahu aleyhi və səlləm nə buyurur? Bütün Adəm övladı xata eləyəndir. Ancaq ən xeyirli xata eləyənlər kimdir? Tövbə eləyənlərdir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir, davamlı olaraq edilən kiçik günahlardan çəkinin. Bunun məsəli bir vadidə toplaşıb, hərəyə çör-çöp gətirib çörək bişirən insanların məsəlinə bənzəyir. Yəni, günahı bir dənə çöpə bənzədir, balaca çöpə. Bir dənə çöpü yandırsan, sən çörək bişirə bilərsən? Bişirə bilmərsən, yəni mümkün deyil. Ancaq hərə bir çöp gətirsə, o artıq nə olacaq? Böyük bir od olacaq. Və o ilə də istədiyi, yəni çörək məqsədinə çata bilərsən. Yəni şeytan da məqsədinə bu cürə çatır. Balaca günahları çoxlu eləməklə çatır və Peyğəmbər səsən buyurur ki, kiçik olaraq edilən davamlı günahlar sahibini belə hərəkə aparır. Ona görə insan nə etməlidir? Böyük günahlardan və kiçik günahlardan, xüsusən də davamlı olaraq edilən kiçik günahlardan çəkinməlidir. Həmçinin səbəblərdən də biri insan Allahın kitabına bağlanmalıdır. Çünki Allah Teala bu kitabı biz müsəlmanlar oxuyaq deyinə, biz müsəlmanlar ona əməl eləyək deyinə, biz müsəlmanlar onu yayaq deyinə, insanlara çatdıraq deyinə göndərib. Biz ona əməl eləməliyik. Bu kitab təkcə Ramazana aid deyil. Bu kitab insanın 12 ayının hər saatına aiddir. İnsan hər saatını, hər dəqiqəsini, hər saniyəsini
kitabla yaşamalıdır. Allahın kitabı ilə yaşamalıdır. Yəni Allah Taala da orada heç bir şeyi tərk eləməyib. Hər bir şeyi bizə çatdırıb. Açıq da çatdırmasa, işarələrlə bizə çatdırıb. Ola bilər kimsə gəlib desin ki, Quranda filan şey yoxdur. Allah Taala nə buyurur? Fəsəlu əhlə zikri in kuntum la ta'lamun. Zikr əhlindən soruşun bilmədiyiniz şeyləri. Bu gün ola bilərsən, mən hansısa bir təmir işini bacarmayım. Amma mən soruşa bilərəm, onu mənə öyrədə bilərlər. Bu da nədir? Quranla yaşamaqdır. Yəni insan hər halını Quranla yaşamalıdır. Hər halını Quranla yaşamalıdır. Çünki Allah Taala bu kitabı bizə doğru yolu tutaq deyinə, Allaha yaxınlaşaq deyinə, Allahın rəhmətini qazanaq deyinə göndərib. Və qiyamət günü Peyğəmbər sallallahu aleyhi və səlləm qövmündən şikayət eləyəcək. O insanlar ki, hansı ki Quranı tərk eləyiblər. Şikayət eləyəcək. Onlardan olmamaq üçün neydi? Müsəlman kəs Allahın kitabına və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə yapışmalıdır. Həmçinin ibadətdə sabit qalma səbəblərindən də biri, davamlı olaraq etmə səbəblərindən də biri zülm etməkdən çəkinmək lazımdır. Görürsən ki, zülm, haqqa girmək müsəlmanlar arasında adi bir hala alıb. Adi bir hal alıb. Allah Teala Kur'an-ı Kerim'de ne buyurur? Yusabbitullahu allazine amenu bil qawli sabiti fil hayati dunya ve fil ahire ve yudillullahu zalimin ve yef'alullahu ma yasha. Buyurur ki Allah Teala ona iman gətirənləri həm bu dünyada, həm də ahirətdə sabit saxlayar, sabit eləyəcək. Və zalimləri nədir? Azdırar, saptırar. Düzdür, burada ayədə zalim dedikdə kafir nəzərdə tutulur və onun timsalında hər bir zalim nəzərdə tutulur. Sən əlbəttə ki, zalim olsan, Allahın haqq yolundan uzaqlaşmış olursan, hidayət yolundan yavaş-yavaş uzaqlaşmış olursan. Ona görə nədir? İnsan zülm etməkdən çəkinməlidir. Həmçinin sabit qalma səbəblərdən də biri, müsəlman hər halında Allahı zikr eləməlidir. Hər halında. Maşın sürürsən, Qurana qoy qulaq as. Bunun özü zikirdir. Ən böyük zikirdir. Və yaxud da dərsə qoy qulaq as. Və yaxud da söndür, özün zikr elə. Subhanallah, elhamdülillah və elhamdə. Fəziləti həddindən artıq böyükdür. Hər dedikdə cənnətdə sənin məqamın qalxır. Hər bir zikrə görə sənə bir dənə ağac əkilir. İnsan zikr eləməkdən yorulmamalıdır. Dil elə bir şeydir ki, danışdıqda yorulmur. Zikirdə demək olar ki, yorulmur. La ilahə illallah zikrində heç dodaq belə tərpənmir. Zikr eləyən insana Allah Taala daim kömək olur. Zikr eləyən insanı, Allahı zikr eləyən insana Allah Taala da o böyük, daha böyük məclisdə onları yad eləyir. Necə ki, hədisdə gəlir. Mələklərin məclisində Allah Taala filan kəs mənə zikr eləyir deyir. O cürə fəziləti var zikrin. Yunus əleyhissalam balığın qarnında qaldıqda neynir? Dayanmadan zikr edir. La ilahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin. Dayanmadan bu zikri eləyir. Nəticə nə olur? Allah Taala onu xilas eləyir. Nəyə görə? Səbəb olaraq zikrinə görə. Necə ki, səhv eləmirəmsə İbn Abbas deyir. Zikr elədikdə, dayanmadan zikr elədikdə mələklər qayıdır deyir ki, bu bizə tanış olan səsdir. Allah Taala buyuruyor ki, bu mənim qulum Yunusdur. Mələklər deyir, hansı Yunus? Yaxşı halında hər zaman səni zikr eləyən Yunus. Rəbbimiz buyurur ki, bəli. Mələklər qayıdır ki, ya Rəbbi, sən ona kömək olmayacaqsanmı? Deyir, olacaq. Və balığa əmr eləyir ki, onu sağ-salım sahilə çıxartsın. Zikir səbəb olur. Yəni, ona görə insan nə etməlidir? Hər anında zikr eləməlidir. İstiğfarla açılan qapını heç bir şey açmır.
İnsan daima Allahı zikr eləməlidir. Daima istiğfar diləməlidir. İstiğfar sənin Rəbbin qabağında acizliyi göstərir. Peyğəmbər sallallahu əleyhi və səlləm günahı yox idi. Ancaq gündə 100 dəfədən çox, 70 dəfədən çox, 100 dəfədən çox Allahı zikr edirdi, istiğfar dilirdi, bağışlanma dilirdi. Ona görə insan zikir barədə səhlənkar olmamalıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Məsəlul-ləzi yezkuru rabbehu vəl-ləzi la yezkuru rabbehu məsəlul-hayy vəl-meyyit." Zikr eləyənlə zikr eləməyənin fərqi ölü ilə diriyin məsəlinə bənzəyir. Zikr eləməyən şəxs ölü kimi bir şeydir. Amma Allahı zikr eləyən şəxs necədir? Qəlbi oyaqdır, ruhu oyaqdır. Ona görə müsəlman hər alında Allahı zikr eləməlidir. Allah Taala nə buyurur? Ya eyyuhellezine amenu zkurullaha zikran kesiran. Ey iman gətirənlər, Allahı çoxlu zikr eləyin. Bu Allahın bizə həm əmridir, həm də tövsiyəsidir. Vasabbihuhu bukratan və asila. Səhər və axşam onun şəhərinə təriflər deyin, zikr eləyin. Huvellezî yusalli aleykum və melaiketuhu liyukhrijakum minez-zulumati ilen-nur. Və kâne bil-mu'minîne rahîmâ. Nə buyurur? Deyir ki, sizi zülmətdən nura çıxardan odur, Allah Taala'dır. Sizə xeyir dua verən odur. Həmçinin mələklər də deyir sizin üçün xeyir dua diləyirlər. Və buyurur ki, Allah möminlərə qarşı rəhimlidir. Ayənin əvvəli necə başlayır? Əvvəlki ayə. Allahı çoxlu zikr eləyin. Və sonra nə deyir? Sizi zülmətdən nura çıxart. Yəni zülmətdən nura çıxartmaq üçün səbəb nədir? Zikirdir. Sən nə qədər zikr eləyəcəksənsə, sən nə qədər zikri çoxaldacaqsansa, Rəbbini xatırlayacaqsansa, Allah Taala da sənə bir o qədər nur verəcək. Həmçinin sabit qalmaq üçün səbəblərdən də biri, insan qəlbini və dinini qorumalıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur. Deyir ki, kim iki dodağı arasında olanı qoruyarsa, mən də onun cənnəti nurasına rəbəyim, sağlam durar. Yəni, insan nə etməlidir? İki dodağı arasındakini qorumalıdır. Həmçinin qəlbi. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, cəsəddə bir ət parçası var. O düzgün olarsa, bütün bədən düzgün olur. O da nədir? Qəlbdir. İnsan qəlbini təmizləməlidir pisliklərdən, kin-küdurətdən, həsəddən. Bunlar hamısı insanın qəlbini qaraldan şeylərdir. Və həmçinin ibadəti və sənin özün də bilmədən təsir eləyən şeylərdəndir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bəndənin imanı düz olmaz, onun qəlbi düz olana qədər. İnsanın da qəlbi düz olmaz, onun dili düz olana qədər. Və həmçinin səbəblərdən də biri dua eləməkdir. Müsəlman həmişə Rəbbinə dua eləməlidir. Peyğəmbər sallallahu əleyhi və səlləm baxmayaraq Peyğəmbər idi, bütün günahları bağışlanmışdı. Yenə də ən çox etdiyi dualardan biri nə idi? Sabit qalmaq üçün dua edirdi. Yəni müqallibəl qulub səbit qalbi alə dini. Ey qəlbləri dəyişən Allah, mənim dinin üzərində, mənim qəlbimin dinin üzərində sabit elə. Allah Subhanahu taala'dan istəyirəm ki, bizi eşidib faydalanlardan eləsin. Allah Taala'dan istəyirəm ki, bizim ibadətlərimizi davamlı olaraq edilən, qəbul edilən ibadətlərdən eləsin. Və həmçinin Allah Taala'dan istəyirəm ki, dünyanın çox yerində müsəlmanlar əziyyət çəkirlər. Allah Taala onlara kömək olsun. Həqiqətən müsəlmanlar bir cəsəd kimidir. İnsanın bir yeri ağrıdıqda başqa əzası da ağrıdığı kimi hiss eləməlidir. Yəni biz də biraz bu şeydə arxayın olmayalım. Ən azından o fəzilətli vaxtlar ki var, hansı ki duaların qəbul olan vaxtıdır, gecənin axır 3də 1-dir və s. Mömin qalxmalıdır və əziyyət çəkən qardaşlarımız üçün, bacılarımız üçün, uşaqlar üçün dua eləməlidir. Və sallallahu əleyhi və səlləm Muhammedin və alə alihi və səhbihi.